əməkdar incəsənət xadimi Cavanşir Quliyev belə bir fərqli bir açıqlama verib ki, özünə məzar hazırladıb, hətta başdaşı da insan öləndən sonra heç nə hiss etmir. Amma yerdə qalana əziyyət olur. İstəmirəm mən öləndən sonra kimsə əziyyət çəksin. Çoxdan hazır etmişəm. Bunu mənim kimi edənlər var. Məqsəd evdəkiləri işin birindən azad etməkdir. Yalancı başdaşı da qoydurmuşam ki, heç kim ora girməsin. Hərdən gedib mühəndis gözü ilə baxıram, görüm məzarımda nə çatır, nə çatmır. Məzar üçün yeri alanda hələ anam sağ idi. Məni tənqid etdi ki, bizdə belə şey yoxdur, etmə. Qardaşım da bizi dinləyirdi. Sonda dözə bilmədi, söylədi ki, sən ölməyində ol, biz sənə yer taparıq və təbii ki, zarafatca deyilib bu söz. Ancaq bunu eləyə bilmək üçün, mən demirəm, hamı belə eləsin, amma bunu eləyə bilmək üçün nə qədər böyük ürəyin olmalıdır, nə qədər belə deyək də, özünün əməllərindən arxayın olmalısan həqiqətən. Çünki belə deyək də, insanların yanında ölüm adı deyəndə deyirlər, biri deyir qulaqlarını dart, biri deyir nə bilim, neyinə, bax belə bir şeylər var. Yəni bu düşüncənin sahibi olmaq üçün, belə düşünə bilmək üçün özündən əminliyin olmalıdır, əməllərindən, yəni başqa bir şeydən demirəm.